Ot şənbəsinə qoğal hazırlamışam. Tez hazırlanan, yuxa açmadan çox bəyəndim. Anam istədi qoğal, ona görə hazırladım. Deməli, öncədən xəmir yoğururuq, gözlədirik. Xəmir üçün maya hazırladırıq, apara. 30 qram məndə yaş maya idi. Ora şəkər qatdım, bir xörək qaşığı un və biraz su qarışdırdım, qoydum maya özünə gəlsin. Kərə yağı 150 qram bura lazımdır, xama 200 qram. Xamanın içinə 3 dənə yumurta sarısı qatıram və sonra xəmirin içinə qatıram. 1 çay qaşığı duz bura gedir. Su 200 mg və süd 200 mg. Mən ancaq su qatdım. Və bu 1 kilo un üçün reseptdir. Xəmiri yoğurdum, qoyuruq bir hardasa 1 saata xəmiri qalxsın. Belə qəşəng gözəl xəmiri qalxdı. Görürsüz? Deməli 9 dənə kündəyə bilirik və yarım saat yenə salafanın altında gözlədirik. Sonra hər kündəni başlayırıq açmağa. Çox açmırıq, biraz açırıq. 4 ayağının üstünə qoyuruq, üstünü yağlayırıq. Belə 8 dənə kündəniyə biraz açıb, üst-üstə yağlayıb yığırıq. Axırıncı kündəni yağlamırıq. Hamısını bir-birdən üstünə yığırıq. Görürsünüz, bir-biri yığırıq. Axırıncı kündəni qoyduq, açdıq, qoyduq, yağlamayıb, oxluqla açırıq. Sonra da əlimizlə başlayırıq qıraqlara dartmağa. Qəşəng də dartılır. Çox böyük, nə qədər böyük yer olsa o qədər dartılacaq xəmir. Mən stolun üstündə etdim və çox böyük lavaş alındı. Sonra axırıncı da lavaşıdan yağla qızartırıq və sonra lentləri doğrayırıq. Məndə çox böyük qoğallar alınıb. Siz orta eləyə bilərsiniz ya da balaca. Mən böyük qoğal xoşlayıram. 15 dənə böyük qoğal alındı. İçinə doldururuq. İçində resepti ayrıca kanalda qoymuşam, yerləşdirmişəm. İçinə doldurub yığırıq listə.